Qılınc oynayaq. Pis başa düşmə ya. Söhbət qılınc mişardan gedir. Çoxunun sümüyü kəsən kimi tanıdığı bu alət əslində çox möhtəşəm bir texnologiyadır. Fərqli başlıqlar qoyub fərqli materialı kəsmək mümkündür. Taxta, metal, plastik filan. Başqa alətlərin girə bilmədiyi yerlərə girir, kəsir, doğrayır, qoyur yerə. Kinolarda da bəlkə görmüsünüz, ölüxanalarda maşınlar da belə ortadan bölürlər, doğrayırlar. Bax, bu ilə edirlər. İçindən 2 dənə fərqli başlıq çıxdı. Biri taxta üçün, biri metal üçün. Yoxlayaq baxa görə metal kəsmə işlərini necə bacarır. 3 mm-lik qalınlığı olan bax bu borunu gözünüzün qabağında kəsdi qoydu yerə. Dişləri də salamat, hər şey qaydasındadır. Amma elə gəlir ki, taxta-tuxta kəsməyə ehtiyac yoxdur da. Hər şey göz qabağında.